Salam bizim kanalın izləyiciləri, dostlar, balıqçı, ovçu dostlar. Sizə bugün xırda balaca bir video çəkmək istəyirəm. Bu maraqlı bir videodur, həm də faydalı bir videolar inşallah. Getmişdik balıq evinizə də, oradan bəzi qarmaqlar zad aldıq. Fikirləşdik ki, wobbler zad alaq, durna balığı üçün. Bəzi soruşduq oradan buradan, ən ucuzu 3-4 manatdan başlayır. Yəni 3 manatı da yoxdur, 3.50-dən 4-dən başlayır belə. Biz ona görə istədik belə bir şey fikirləşək. Sizlə paylaşaq ki, bəlkə sizə də faydalı olar. Demək, qarmaqları aldıq biz. Belə bax, qarmaqları aldıq. Bu durna balığı üçün qarmaqları aldıq. Ancaq bunlara wobbler düzəltmək istəyirik. Bunlardan wobbler olsun. Biz nə etdik buradan? Bunlar 50 qəpikdir. 40 qəpik, 50 qəpik. Yəni yekə daldıq, balaca daldıq. Bunlar. Biz nə etdik? Adi bir belə dəm çaynikləri var. Dəm çaynikinin bu hissəsi nержавейкаdan olur. Biraz qalınlığı seçirik. Mən seçdim, bağırı kəsdim. Lazımsız idi. Parıldayır bu. Yəni bu suda da paslanmır. Sonra bunu iki tərəfinə də belə dup ilə taxtanın üstündə deşik açdım. Bir tərəfdə var idi. Bir tərəfinə də özüm deşik açdım. Deşik açdım və bu deşik olan yerlərinə birinə bax belə 10 qəpiklik şey satırlar. 10 qəpiyə də bu leskaya bağlamaq üçün. Sonra isə belə məktəb uşaqlarının sumkalarında çox vaxt belə beldən asmaq üçün dəmirlər olur. Bunlardan çox olur. Sonra bunu keçirtdim bu hissəsinə. Yəni belə araladım, belə keçirtdim. Və bunun bu birisi hissəsinə bu həmin aldığım qarmağı keçirtdim. Sonra bunu qarmağı 2 dənə kəlbətindən tutdum. Bu həmin hissəni ağza sıxdım. Və bizdə belə bir wobbler əmələ gəldi. Bilesna. Yəni parıltılı, durna balığı üçün parıltılı bir şey əmələ gəldi. Yəni bunu istədiyiniz kimi qalın bir liboy şeydən düzəltmək olar. Özünüz sonra bunu bir balaca belə əydim. Belə tutdum, bir balaca əydim ki, bu suda hərəkət eləyəndə o şey fırlana gəlsin ki, suda fırlana o işığını yaysın hər tərəfə ki, bunu suyun altında durna balığı zat və yaxud başqa yırtıcı balıqlar bunu balıq zənn edib bunu yaxalamağa çalışsınlar. Burada arxasında istədiyiniz ölçüdə məsəl üçün qarmaqlar yerləşdirə bilərsiniz. Birini belə elədim, sonra o birisini balacaya. Həmin bu məktəb uşaqlarının sumkasında olan belə bir dəmirdir. Bundan götürdüm. İki tərəfini də belə düzəltdim. İnşallah belə bir tərəfini buradan salacağım, düzəldəcəm. Buralardan bir yerdən düzəldəcəm. Onun bir tərəfini belə ağzını sıxacağım. İstəyirsiniz elə bu dəqiqə bunu buradan neyək? Sıxa bilərik. Bu tərəfinə bunu salaq. Bu tərəfinə də bunu salaq. Yekəni. Burada yer dəyişmə eləyək. Demək belə. Bir tərəfinə bunu salaq. Bir tərəfinə də bunu salaq. Bu da belə bir şey olacaq. Yəni balaca. Bu baş tərəfinə də yenə də həminki kimi bunu salacağıq. Yəni istədiyimiz qarmağı buradan salıb bu başlıqları sıxanda bu wobblerimizin alt hissəsi olur. Bu da bir yekə wobbler. Bu da bunun məsəl üçün bir hissəsi. Bunu da qoyaq bunun yanına. Vəssalam. Bir də bunlar ucuz şeydir. 10 qəpiyə bu gəlib çıxır. Qarmaq da 30, 40, 50 qəpiyə ondan yuxarı çıxmır. Ancaq gedib hardasa bir dənə məsəl üçün şey alsaq, wobbler ən azı 4 manatdan, 3 manatdan, yəni aşağısı yoxdur. 3.50-dən başlayır. Mənim fikrimcə yəqin maraqlı bir videolar. İnşallah hər kəs yəni istifadə edə bilər. Hələlik bu qədər. Sağ olun.